Okey. Demək Dubayda da bir dənə real case deyim. Dubayda bahalı saat satdığımız məsələ vardı. Orada da yaş aralığı biraz fərqli idi. Necə fərqli idi? Bizdən qabaqki yoldaşlarımız normal olaraq Azərbaycan beyni ilə fikirləşib ora hədəfləmə etmişdilər ki, bu saatı ala bilən şəxs deyək ki 40-45-50. Çünki saatın biri deyək $10.000, $15.000. Bu saat ala bilən şəxs 40-45 yaşı olmalıdır ki, yəni bu gəlir əldə eləsin. Bu əslində Azərbaycan кейsi ilə fikirləşəndə bu düzdür. Amma bu ərəb кейsi ilə Dubay кейsi ilə fikirləşəndə bu tam səhvdir. Çünki Dubayda onsuz da yerli xalqın, cavanların, yəni onsuz da ailədən gələn bir zənginlik var. Və 10-15 min saatları, Bugattiləri, o maşınları sürən cavan insanlar olur. Okay, hansı ki bu elə 20 yaşdan, 18 yaşdan başlayanlar, hansı ki 25 yaşdan başlayan insanlar olur. Biz onları hədəfləyəndən sonra satış aldıq orada. Nəyə görə? Çünki orada artıq 40, 45, 50 yaş olan insanlar tam fərqli şeylər edirlər. Artıq onlar üçün 10 minlik saat, yəni lüks deyil. Orada nə görürük məsələn? Orada əlbəttə alınır hamısı orada. Yəni aşağı hədəfləməni çəkəndən sonra alınır. Məsələ nədir? Orada 40, 45, 50 yaşında olan intereslərə baxanda onlar artıq şir alırdılar. Məsələn, həyətdə şir saxlayırlar. Biz burada it saxlayıb yeməyin ancaq çatdırırıq. Bunlar şir saxlayırlar. Məsələn, zorpaqları olur, özlərinə zorpaq qururdular, kimsə alırdılar. Baxırdı ki, Google-da axtarırlar. Məsələn, filan yerdə şirin qiyməti. Bu şirin qiyməti bir adam nə qədər yəni lüks olacaq, şirin qiymətini axtarır Google-da. Ona görə ondan hamısını fikir vermək lazımdır. Belə. Verə bilərəm.